İdman deyirlər ziyandır. Qələt edirlər. Yəni bildiyiniz qələt edirlər. Bunun ayrı bir sözlə ifadə eləyə bilmirəm ha o sözü. Yəni o sözü siz istəyirlər ki, öləsiniz də, başa düşürsüz? Yəni bu elə bir oyunun bir parçasıdır ki, sizi istəyirlər aptekdən, sonra həkimlərdən və ümumilikdə bu industriyadan asılı halda saxlamaqdan ötürü bir-iki dənə dırnaq arası özünə həkim deyən bir adam çıxır, danışır güya ki, ay idman ziyandır. Baxın, mən bilirəm o tipli videoları. Hamınız baxırsınız, paylaşırsınız. Elə bil ürəyinizdən deyirlər, və idman eləmək ziyandır. Deməli mən çox Baxın, idman eləmək ziyan deyil. Egzərsiz eləmək, hərəkətlər eləmək, bədənin əzələlərini tonusda saxlamaq, əzələ kütləsi artırmaq ziyan deyil. Profesional sportdan, profesional idmandan söhbət gedirsə, əgər siz güləşçisinizsə də, yarışa çıxacaqsınızsa da, həmin yarışa çıxanda bir həftəyə 8 kiloqram çəki atırsınızsa da, bu orqanizm üçün ziyandır. O deyən adamlar əslində profesional sport insan orqanizminə və məsəl üçün bodybuilderlər testosterondan istifadə edirlər, əlavə kişilik hormonu qəbul edirlər, əzələ kütləsini artırırlar. Bu onların ürəklərinə, ürək əzələsinə çox mənfi təsir göstərə bilər. Ürək əzələsinin divarının qalınlaşmasına, nə qədər adam elə həyatını itirib gənc yaşda. Profesional sportdan söhbət gedirsə, bəli, orqanizmimizə müəyyən dərəcədə mənfi təsirləri ola bilər. Amma mən yürüyüş edirəmsə də heç kimin haqqı deyil mənə demək ki, məsəl üçün yürüyüş eləmək ziyandır və yaxud da ki, gedib həftədə 2 dəfə, 3 dəfə orqanizmimə müəyyən dərəcədə stres yaşadıramsa da ki, metabolizmimi sürətli saxlayım, qocalmayım, metabolik prosesləri zəifləməsin. Onu heç kimin belə demək cürəti deyil mənə desin ki, məsəl üçün idman ziyandır. İdman var, idman var. Yəni bunu altını doldurmaq lazımdır mütləq. Ağzına gələni hamı danışa bilər.